Hello. Mən nə inanıram, nə inanmıram sıralayacağım. Hadi bakalım başlayalım. Ruhlar. Məncə ruh diye bir şey var. Təbii ki, bədənimizdəki ruhdur. Yəni ruh varlığına inanıram. Çox inanıram həm də. Sən onun üçün də birə qoyuram. Dünya. Bu nədir? Dünya yumru olduğuna, yoxsa nədir? Ben anlamadım. Onun üçün də səni 8-ə qoyuram. Anlamadığım üçün. Bu nədir? Təbii ki, yəni mən astrolojiyə də inanıram. Süper. Yəni mən 2008-ci ildə bəri astrolojiyə də inanıram və müşlərə də bilirəm. Onun üçün də səni 2-yə qoyuram. İnandığım üçün. Dedim də uzay bilimlərə inanıram. Uzay bilimlərə də anlayışım var. Az olsa da anlayışım olduğu üçün səni 3-ə qoyuram. Media. Bax, mən ona inanmıram. Sosial şəbəkə xəbərlərinə inanmıram. Çünki bəzən belə dırnaq içindəki xəbərlər yalandır, reklamdır. Onun üçün də səni 7-yə qoyuram. Bu mən heç də inanmıram. Məncə uşağın başını aldatmaq üçün belə bir şeydir, inançdır, beyni kodlaşdırmaqdır. Onun üçün də səndə 9. Bilim, təbii ki, mən dedim də bilimlərə inanıram. Uzay bilimləri, bilimləri, qısaca bilimlərə inandığım üçün sən 4. Heç də inanmıram sevgiyə. Sevgi diye bir şey yoxdur. Bağlamaq var, öyrəşmək var. Amma sevgi yoxdur. Onun üçün də səni 10'a. Məncə uzay diye bir şey var. Dedim ki, uzay bilimləri, uzay yani Allah bizi yaradıbsa, insanlar üçün yaratmayıb. Ya da heyvanlar, bitkilər, ağaçlar üçün yaratmayıb bu dünyanın, bu evrəni. Təbii ki, uzayda var, ruhlarda var. Mən elə şeylərə inandığım üçün səni 5'ə qoyuram. Bu nədir? Sehirbaz. Heç də inanmıram. Çünki uydurma şeydir. Onun üçün də 6. Ama bu efekti çok sevdim ya. Deyəsən bu parti içi gələcək. Nə deyirsiniz? Gəlsin mi, gəlməsin mi? 6. Parti içi gelsin mi, gelmesin mi? Videomu altında yazarsınız. Videomu beğenmeyi, kanalıma abone olmayı, videomu paylaşmayı unutmayın. Size yaxşı bakın. Bye bye.